Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə kəndə 39 ailə 153 nəfər köçürülür. Ağdam rayonunun yenidən qurulan Sarıcalı kəndinə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Öz ana-baba, dədə-baba yurdumuza qovuşuruq. Çox sevinçliyik, aləm də, özüm də. Bizim üçün gözəl şərait yaranır burada. Allah bayrağımızı həmişə uca eləsin, prezidentimizin canını sağ eləsin, xalqımızı qorusun. Həyəcanlıyam, çox həyəcanlıyam. Öz torpağımıza gedirik. Uşaqlarımla çıxmışdım, indi şükür uşaqlar hamısı yanımızdadır. İnşallah hamımız qaydırıq, belə fərəhlə qaydırıq. Mən çox gözəl hisslər keçirəm. Mənim sevincimin həddi, hududu yoxdur. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin, prezidentimizə Allah uzun ömür versin. Kimlə qayıdırsınız? Mən yoldaşım, oğlum qayıdıram.